Qarabağ alanda məni də alacaqlar. Nəyəsə görə haqda yazdım. Belə yəni çox şeydə fikirləşmədən, onun populyar olması haqqında fikirləşmədən, sadəcə yenə həmişəki olduğum kimi öz fikrimi paylaşdım. Kızım bir dənəsi bir söz paylaşdı. 30 il almayan Qarabağı aldılar. Mənə alalmadı. Mən bunu xanıma səslənirəm. Gözəl insan, gözəl xanım, sən gecə gündüz dayanmadan əsərlərimiz üçün dua eləcəksən. Qarabağ alınsın. Sən yerin dibində olsan da axtarıb səndən özüm olacağım. Narahat olmayın. Ya da hardasa məni taq etmişdilər ki, bax. Mən də açıb baxmışdım. Bir məsuliyyət hiss elədim bir anda ki, mən bu sözü demişəm, indi də cavab gəlibdir, arxasında durmalıyam. Anam dedi ki, oğlanı bir qonaq çağırarıq. Bir təşəkkür kimi, nə bilim, düşünmürdüm bu haqda.